Qadın kişiyə əsl niyyətini açıqlamazdan əvvəl uyğun bir zəmin hazırlayır. Əzizim, yaxşı ki səni tanımışam. Sən çox uzaq görən və hər şeyi həmişə qabaqcadan düşünən insansan. Səndə liderlik ruhu var və əsl liderlər təsadüflərə deyil, öz qərarlarına güvənirlər. Söz kişinin xoşuna gəlir və cavab verir. Həyat təsadüflərin deyil, seçimlərin nəticəsidir. İnsan gələcəyini düşünməlidir ki, dünəninə peşman olmasın. Qadın emosional bağı gücləndirir. Elə buna görə də sən mənim üçün çox dəyərlisən. Güvən hissi nadir tapılan sərvətdir. Sən mənə bu sərvəti bəxş edirsən. Kişi qürurlanır və özünü yaxşı kişi kimi hiss elədiyi üçün söhbəti qadının idarə eləməsinə etiraz etmir. Sevgi sadəcə hiss deyil, eyni zamanda məsuliyyətdir. Mənim məsuliyyətim isə səni güvəndə hiss elətdirməkdir. Qadın yavaş-yavaş mətləbə keçir. Dünən iPhone 16 Pro Max-ın təqdimatına baxırdım. Apple həqiqətən də texnologiyada möcüzələr yaradır. Kişi qaşlarını qaldırır, təhlükəni hiss edir, amma təmkinini qoruyur. Hər yenilik əslində köhnənin davamıdır. İnsan texnologiya yox, öz düşüncəsinə investisiya etməlidir. Qadın müqaviməti qırmaq üçün ahəngi gücləndirir. Düz deyirsən əzizim, amma sənin gücün təkcə böyük fikirlərində yox, həm də kiçik detalların nəzərindən qaçmamasındadır. Və sən yaxşı bilirsən ki, detalları əskik olan hər şey natamamdır. Kişi zəifləsə də müqavimətə davam edir. Keyfiyyət əsasdır. Amma prioritetlər də vacibdir. Dəyərli olanı seçmək, ən bahalını seçmək deyil. Qadın gülümsüyür çünki doğru irəlilədiyinə əmindir. Əlbəttə canım, amma təsəvvür elə ki, hələ də köhnə telefonla işləyirəm və problemlər çıxanda narahat oluram. Sonra da sən mənim narahat olduğumu görüb, sən də narahat olursan. Axı mən sənin narahat olmağını istəmirəm. Kişi artıq məntiqi argumentlərinin tükəndiyini hiss edir və son çırpınışlarını edir. Haqlısan əzizim, amma hər şeyin öz vaxtı var. Qadın gülə-gülə həlledici zərbəni endirir. Bəzən vaxtı biz seçirik, bəzənsə vaxt bizi seçir. Məncə sən artıq nə etməli olduğunu bilirsən. Kişi görür ki, etiraz edərsə anlayışsız görünəcək. Ona görə gülümsüyür və deyir, sən məndən də uzaq görənsən. Yaxşı, gələn həftə həll edərik. Qadın qələbəni qəbul edir və nəvazişlə gülümsüyür. Doğru seçim etmək təkcə məntiqlə deyil, həm də ürəklə bağlıdır. Qadın istədiyi şeyin yoxluğunun nə hiss etdirdiyini elə ustalıqla göstərir ki, kişi özü onu vermək istəyir. Həyat insanın seçimləri ilə formalaşır, amma bəzi seçimlər elə yönləndirilir ki, sən onları öz qərarın hesab edirsən. Seçim azadlığı o zaman realdır ki, insan qərarı heç bir xarici təsir olmadan verə bilir. Amma ünsiyyətin olduğu yerdə həmişə manipulyasiya var. Ünsiyyətinizin keyfiyyətini artırmaq istəyirsinizsə, NAT-dan faydalana bilərsiniz. Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil etdiyimiz Romantika Kraliçası adlı NAT workshopuna bütün xanımları dəvət edirəm. Martın 10-da keçiriləcək workshopda iştirak haqqına tətbiq etdiyimiz 30% endirim isə bayram hədiyyəmizdir. Məlumat və qeydiyyat üçün nömrənizi mənə yaza bilərsiniz. Fikirləriniz çox maraqlıdır.